Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. 2025-ci il üçün iş vaxtı normasının və istehsalat təqviminə əsasən Azərbaycanda sonuncu qeyri-iş günü 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günüdür. Məlumata görə, həmin gün həftənin çərşənbə axşamına təsadüf edir. 2026-cı ilin 1-2 yanvar tarixləri isə Azərbaycanda yeni il bayramı ilə bağlı qeyri-iş günləri olacaq. Müvafiq olaraq bu tarixlərdə cümə axşamı və cümə gününə təsadüf edir. Bununla da 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il bayramı ilə əlaqədar 5 gün 31 dekabr, 1-2 yanvar və 3-4 yanvar şənbə bazar istirahət günləri olacağı gözlənilir.